Herkese salam. Materyal kanalındasınız. Bu videonu çəkdiyim gün etibarilə buraxılış imtahanı, birinci bölgənin buraxılış imtahanına 115 gün, ikinci bölgənin buraxılış imtahanına 122 gün qalıb. Əgər kanalın daimi izləyicisinizsə, yəni abunə olub bildirişləri də açmısınızsa, yəqin ki 140 gün qalmış çəkdiyim videonu görmüsünüz. Əgər yox, bu video keşfedinizə çıxıbsa, sizdən ilk xahişim kanala keçid edin və 140 gün qalmış çəkdiyim videona baxın. Çünki bu videoda bir çox nüansda o videoya istinad eləyəcəm. Yəni eyni şeyləri təkrar eləmək istəmirəm. Hələ də keçərli də olar. Hələ də o videoda çaşçıların qabağını almaq haqqında danışmışam. Necə ki peşmançılıqlarınızın qabağını necə ala bilərsiniz imtahana yaxın. O haqqında danışmışam. O baxın o videoya. Çünki həqiqətən də işə yarayacağını düşünürəm. Bu videoda o eyni şeyləri təkrar eləməməyə çalışdım. Çünki vaxtınızı almayım. Vaxtınız dəyərlidir. Eyni şeyləri danışmağa ehtiyac yoxdur. Amma bu videoda önəmli şeylər haqqında danışacağam. Fən ayıracağam. Xüsusi ən vacib nüanslara toxunacağam. Bu qalan müddət ərzində. Və axırda benim disiplinsizlik, istəksizlik, bu motivasiya sözünə zəhləm gedir, amma o haqqda da biraz danışacağam. Yəni biraz da sınağa gedirsiniz deyək ki, zəif yazırsınız. Bu sizdə bir ruh düşkünlüyü yaradır. Bunun qarşısını necə almaq lazım? Ümumiyyətlə bunu necə let it happen eləmək lazımdır? O haqqda danışacağam. Bu əslində abituriyent psixologiyası deyə bir video çəkmişdim bu haqqda. Amma orada çox general danışmışam. Yəni hər kütləyə xitab eləmirəm və dediklərimi də anlayacaq məncə az insan, çox az insan var idi o videoda. Onun üçün burada daha aydın şəkildə danışmağa çalışacağam. Nəysə ki, fən. Bilirik ki, buraxılış imtahanı ingilis dili, Azərbaycan dili, riyaziyyat fənlərini imtahan verir. İlk öncə ingilis dilindən danışacağam. Baxın. İngilis dilindən hələ də listeningə başlamayanlar, hələ də listeningdən qaçanlar, hələ də listeningi ertələyənlər varsa ki, onsuz da həll eləyərəm söhbət eləyirsinizsə, onu eləməyin. Listeningdə 24 tam, onda 3 bal verir. 24 tam, onda 3 balınızı sual atanmazsınız. 140 gün videosuna baxın, orada listeningin necə çalışmalı olduğunuz haqqında danışmışam. Listening qırağa atmayın. Fikrimcə ingilis dilinin qırılma nöqtəsi listeningdir. Niyə görə? İlk öncə listening qulaq asdırılır. Listeningdə siz tutanmadınızsa, o modunuz o qədər çakılır ki dibə. Siz belə deyim də, normal ingilis dilindən deyək ki 100 ballıq uşaqsınız, amma ingilis dili yazamayandan sonra 50 bal falan yazırsınız. Niyə görə? Listening yazamacı deyə yox ha. Siz modunuz düşür listening yazamada. Deyirsən ki, ay 24 balım getdi mən məsələn. Ya da ki bir ikisini yazır, dediniz ki 16 balım getdi. Hə, balınız gedir və düşünürsən ki, ay mən ingilis dilini zaten heç də yazamadım. Artıq balım çox aşağı düşdü mən. Mən nə qarazam? Belə bir fikrə düşürsünüz. Və o sizin digər fənlərinizə də yansıyır. Azərbaycanda zay eləyirsiniz, riyaziyyatda zay eləyirsiniz. Niyə görə? Şüuraltınızda artıq siz özünüzə kökləmişsiniz. Ay, listening yazamadım, getdi. Mənim imtahanım bitdi. O mental özünüzü hazır, yəni mental olaraq özünüzü hazırlayamırsınız ki, ay nə olsun ki listening yazamadım, o belə yazacağam. Amma özünüzü idarə edəmirsiniz, stresslənirsiniz və bunun üçün problem yaranır. Yəni imtahanın qırılma nöqtəsi listeningdir. Listening yaxşı yazan imtahanda yaxşı yazılsa. Yəni düzdür, yəni deməyim o deyil ki, ancaq listening oxuyun, başqa heç nə oxumayın. Yəni elə bir şey yox. Sadəcə listening qırılma nöqtəsidir. Listening kim yaxşı yazırsa, imtahanda o yaxşı yazır. Amma yaxşı oxuyan bir listeningi pis yazandan sonra həqiqətən də pis yazır. Niyə görə? Çünki listening qırılma nöqtəsidir. Listening sizin mentalınızı belə deyim, quracağınız, idarə edəcəyiniz nüansdır. İlk listening oxudulur və listeningi həqiqətən də ciddi yanaşın. Baxın, yəni sonradan peşman olmayın ki, mən niyə görə listening oxumadım? O belə deyim də, birinci bölgə ayın 1-i verir. Ayın 1-i saat neçə çıxırsınız, 10, bilmirəm, günorta. O zaldan, o məktəbdən çıxanda demək ki, kaş listening oxuyardım. Kaş listening işləyərdim vaxtında. Kaş eləyərdim, kaş belə eləyərdim. İndi 115 gün, 120 günlərində varkən oxu, oxumağa çalış. Başqa şansın yoxdur, eləməlisən. Okay, bu belə. Listening bu. Listening haqqında məncə sizə yetərincə farkındalıq verdim. Qırılma nöqtəsidir. Listeningi həqiqətən çox ciddi yanaşın. İkincisi ingiliscə söz öyrənmək. Baxın, söz öyrənmək ingiliscənin təməlidir. Söz bilməlisiniz siz. Niyə görə söz bilməlisiniz? Yaxşı, samballı söz bilirsinizsə, listeningin içindən çıxarsınız, qrammatikanın içindən çıxarsınız, readingin içindən çıxarsınız. Bu həqiqətən belədir. Biri mən özüm idim, yəni o qədər də pik şeylər çalışmırdım. Yəni qrammatika üstündə oturmurdum bütöv. Qrammatikada suallar olur ki, sadəcə söz bazamdan, sadəcə məruz qaldığım ingilis dili ilə, söz bilgilərimlə bir şeylər çıxarda bilirdim və bu düz çıxırdı çox vaxtı. Çox vaxt dediyim, yəni bunun bir məntiq var idi, yəni səhv olma ehtimalı da yox idi. Okay? Yəni demək istədiyim odur ki, söz öyrənin. Söz bilməsəz, siz ingilis dili yazamayasınız. İşinizi şansa qoyarsınız. Şansa bağlı olaraq gedirsiniz, heç getməyin. Okay? Bir dəfə verirsiniz buraxıcı. Blok kimi ikinci şansı yoxdur. Ya məzuna qalasınız, ya yəni məzuna qalmaqdakı zülmdür. Hə? Məzuna qalmayın ümumiyyətlə. Buraxıcı bir dəfə verirsiniz. Ağlasaz da, zırlasaz da odur. Bir dənə qrammatika. Qrammatika yox, söz bazası.
Söz bazanızı qurun ki, ingilis dillə bağınız yaxşı olsun. Yəni ingilis dil məncə, baxın, öz adıma deyirəm, buraxılışın ən asan hissəsidir. İngilis dil buraxılışın ən asan hissəsidir. Onun üçün bunu yazıda saxlayın. Bilin ki, ingilis dili çalışılmalıdır və bu söz bazası üzərinə qurulmalı. Sözləri öyrənirsiniz. Baxın, belə vərəqlər götürün. Götürün cırın belə, xəttkeşlə cırın, bilmirəm, qayçı ilə kəsirsiniz, nə, belə. Deyək ki, hər gün 20 söz öyrənirsiniz. 20 sözün 20'sini də yazın belə, baxın. Bura nə yazmışam? Respect. Respect nədir? Arxasında Azərbaycanca hörmət və 20 dənə belə söz öyrənirsiniz, yeni söz. 20 dənə üst-üstə qoyun. Baxırsan ki, gəldi ingiliscəsi birinci, oxuyuram respect. Respect nə idi? Hörmət idi, hə? Çevirirəm, baxıram hörmət. Deməli düz tapdım. Mən hörmət demişdim. Çevirdim, baxdım, gördüm hörmətdir. Qoyuram bunu sağa, qırağıma qoyuram. Çünki mən bunu ilk dəfə də bildim. Amma gəlir elə söz gəlir ki, qabağınıza, mən səni changeable. Changeable oxuyursan, Azərbaycan səsi nədir yadına düşmür. Dəyişirsən, baxırsan ki, dəyişkən deməkdir, dəyişə bilən deməkdir, dəyişməyə meylli deməkdir, okay? Changeable. Mən bunu tapa bilmədim, qoyuram yuxarı. Yəni bu respectin yanına qoymur, çünki respecti bilmişəm. Belə eləyir 20 sözü. Görürsüz, məsələn deyirəm 11 dənəsi siz ilk dəfədə respect kimi bildiniz. Baxan kimi bildiniz ki, bunun tərcüməsi nədir? Deməli siz bu 11 sözü həqiqətən bilirsiniz. Öyrənmisiniz. Qoydunuz qırağa. O 9 sözün üstündə başlayırsınız çalışmağa. 9 sözü üst-üstə yığırsınız, başlayırsınız eləməyə. İkinci dəfə, 3 dəfə eləyəndə gördünüz ki, bu 9 sözü mən 5-ini öyrəndim. Qoyuram onun 5-i qırağa. 4 dənə qalır. 4 dənə deyirəm. Bu söz bitənə qədər eləyirəm bunu. Və ən çətin sözləri bir yerə ayırıram. Bunları həftə, gün ərzində təkrar etməyə başlayın. Və sözü belə öyrənməyə çalışın, okay? Yəni bunlar qarışdırmır, sırasını eləməyin. Necə kart qarışdır, Uno kartları qarışdırırsınız. Uno kartları üçün bunları qarışdırın. Davamlı bunlar zibil qabına atmayın. Yığın bir bankaya, deyək ki, ya da ki bir qaba bilmirəm, nə qarşı eləyim. Mən bankaya yığırdım. Davamlı olaraq onu çalışın. Yolda yol gedirsiniz, başlayın çevirməyə. Kart kimi çevirin. Sözün tərcüməsi bax, tərcüməsi bax. Elə beyniniz oturacaq. Yolda eləyin. Yolda hani qulaq asmanız, demirəm, qulaq asa bilərsiniz. Yəni içiniz sorunuz dərs olma məcburiyyətində deyil, amma həqiqətən də yəni boş vaxt sərf eləmək istəmirsinizsə, açın onu oxuyun. Belə eləyin. Yəni belə kart çevirə gedin ya da qulağınıza calm bir müzik qoyun. Başlayın çalışmağa, okay? Metroda, avtobusda, nə bilim, velosipedlə gedirsiniz, maşınla, taksinə gedirsiniz, bilmirəm. Amma belə eləməyə çalışın, okay? Sözü belə öyrənin. Söz də belə getdi, kağız. Bir tək oxumaq. Baxın, reading hissəsinə gələndə. Reading çalışılmalıdır. Yəni nə tər çalışılmalıdır deyim. 140 videosa demişəm reading necə çalışılmalıdır. O haqqda çox bir şey danışmayacağam. Amma deyirsən ki, mən reading çalışamıram. Yəni hər gündə hövsələm çatmır. Səbrim yoxdur, mən də insanam. Qınamıram. Ola bilər ki, hər gün oxuyamırsan, çalışamırsan. Bir dənə Sherlock Holmes kitabı gördüm. Mən ən azından Sherlock Holmes oxuyuram. Deyirəm Harry Potter falan oxuyun, amma biraz qəlizdir Harry Potter. Yəni abituriyent səviyyəsinə görə biraz qəlizdir. Bu Sherlock Holmes'un kiçildilmiş versiyaları var benim də. Yəni redaktə edilmiş versiya uşaqlar üçün. Hər axşam yatmamışdan əvvəl 2-3 səhifə ondan oxuyun. Baxın, hər sözün tərcüməsini bilməyə ehtiyac yoxdur. Zaten cümlələr tərcümə eləməyin və anlam çıxarmağa başlayın. Oxuma alışqanlığı qurun özünüzdə. 120 gün az bir müddət deyil. Hər gün 2 səhifə, 3 səhifə yatmamışdan əvvəl oxumaq çox böyük bir şeydir. Məncə yox. Başlayın oxumağa. Getdikcə oxuduqca şərt o deyil ki, siz illa ki sual cavablayasınız. Reading oxuma anlama qabiliyyətinizi inkişaf edəndən sonra zaten çox rahat yazasınız. Yəni sizin üçün bir problem olmayacaq bir reading, okay? Dediklərimi eləməyə çalışın, amma yəni 140 gün videosunda kimi Dünya Nigardan, Topuldan, 20 sınaqdan ya da ki Raqib Mərdovdan bilmirəm. Reading çalışın. Yəni suallar üstündə də işləyin, amma hər gün də işləyəmirsinizsə, dediyim kimi kitab oxumağa başlayın, çalışın, yəni. Belə bir şeydir. Özünüzə çox güc verməyin, yəni yükləməyin özünüzü bundan, amma yenə də çalışmağa başlayın. İngilis dili bu qədər, ingilis dili haqqında danışacaqlarım bu qədər. Keçin riyaziyyata. Baxın. Riyaziyyatda bir şey deyim. Bəziləriniz mövzuları qurtarmamısınız, bəziləriniz təkrar edir. Bəziləriniz mövzularda çox boşluqları var. Bu haqqda danışacağam. Amma mən çox sual verəcəm. Məsələn, mövzuda boşluğum var. Ancaq sınaq işləyərəkmi gedim, yoxsa toplu mu işləyim? Belə deyim, mövzuda boşluğum varsa, ağzında mövzuda boşluq var deyirsən. Deməli sən toplunu yaxşı bilmirsən, işləməmisən. Toplu işlə. Mən tövsiyəm odur ki, toplu işlə. Yəni sınaq işlənməlidir. 30 sual, 25 suallıq belə deyim də, formata alışılmalıdır. Alışılmasa yanarsan. Əmin ol ki, toplu 100 dəfə də işləsən, 25 suallıq formata alışmasan, heç də yazamayasan. İnan mənə. Bunu bil. 25 suallıq formata alışın. Sınaq işləyin, daim sınaq işləyin. Yəni həftədə 3 dəfə işləyin məncə sınaq. Yəni riyaziyyat sınağı işləyin. Mövzu sınağı olar, ümumi sınaq olar, fərqi yoxdur. Amma sual formatına alışın. 25 sualı bir oturuşda yazmağa alışın, okay? Sözüm budur. Yəni söhbət ondan gedir. Amma əgər mövzu boşluğunuz varsa, açın onu topluna işləyin. Yaxşı, mövzu boşluğum var hardan? Baxımına qarım. Yenə deyirəm. Mən YouTube Azərbaycanda Süleyman müəllimin üstündə bir müəllim görmürəm. Riyaziyyatda da, fizikada da.
Süleyman müəllimdən baxın. Mövzularına Süleyman müəllimdən baxın. Canlıları var. Bəzi məsələn trigonometriya keçməmişsə, trigonometriya canlıları var Süleyman müəllimin. Riyaziyyat təşəkküsü kanalına keçib canlı hissələrinə baxa bilərsiniz. Həqiqətən yəni öz sahəsində mən ondan yuxarı bir adam tanımıram. Həqiqətən çox təcrübəli müəllimdir və necə öyrədəcəyini bilir. Mövzu izahlarını Süleyman müəllimdən baxandan sonra açın topludan işləyin. Təkləri işləyin, cütləri işləyin. Yəni mövzunu mənimsəməyə çalışın, başa düşürsüz? Yəni mən bu sual tipi bildim, burada düşəcək yazacağam söhbət eləmir. Düz sual tipi önəmlidir. Amma dərsi öyrən, dərsi bilin. Həqiqətən bilin. Yəni sual tipinə güvənməyin. Dimin sağı solu bəlli olmur. Sizə sual tipi salmaya bilər. Düzdür, sala da bilər, amma yenə də siz işinizi sansa qoymamaq üçün riyaziyyat həqiqətən öyrən və Süleyman müəllim bu sizə aşladığı üçün, aşlayacağı üçün məncə, yəni dərsdə konkret nəyin nə olduğunu göstərdiyi üçün sizin üçün bu problem yaşanmayacaq. Onun üçün deyirəm, izləyin Süleyman müəllimə. Yaxşı, mənim riyaziyyatdan zəifliklərim var. Mənim bəzi mövzularda zəifliklərim var. Keçmişəm, müəllim hazırlıqda müəllim keçəndə bizə, mən onu tullanmışam da, belə deyim. Nə var? Onu da yenə deyirəm. Mövzu boşluqlarını bağlamağa çalışın. Gec olmamış bağlamağa çalışın. Çünki belə deyim də, bəlkə də riyaziyyatdan mövzu boşluqlarım var. İngilis dilində də olacaq, aydın ki, Azərbaycan dilində də olacaq. Gəlib onu hamısı fevrala mindirməyin. 3 fəndəki boşluqlarda fevrala mindirəndə, plus müəllimləriniz əlavəyə falan çağıra bilər. Plus bilmirəm, yəni o stressdən yazmaya bilərsiniz, işləməyə bilərsiniz bunların hamısını. O sizə sonra peşmançılıq yaradar ki, hadi kaş oxuyardım, noyabrda oxuyardım, kaş dekabrda oxuyardım, kaş yanvarda oxuyardım deyəsiniz. Yəni fevralın axırı deyəsiniz, kaş fevralın əvvəli oxuyardım. Yəni peşmançılıq daim olur. Yəni nə eləyirsiniz, peşman olasınız. Ya elədiklərinizdən, ya eləyə bilmədiklərinizdən, okey? Onun üçün buna çox takılmayın. O başqa məsələdir. Amma yenə də deyirəm, indidən o peşmançılıqların biraz qarşısını almağa çalışın, okey? Əsri olduğunuz mövzular, zəif olduğunuz mövzular başlayın Süleyman müəllimdən baxın. İstədiyiniz müəllimə baxa bilərsiniz. Mən öz stilim, yəni mən Süleyman müəllim xitab eləyir. Mənim tərzim budur, okey? Yəni öyrənmək stilim Süleyman müəllim, mən əks etdirir, onun üçün deyirəm. Yəni siz istədiyiniz müəllim Nicat Baxışdadan baxa bilərsiniz, digər müəllimlərdən də baxa bilərsiniz. Yəni mən sadəcə Süleyman müəllimi izləmişdim, onun üçün deyirəm. Riyaziyyat belə, keçək Azərbaycan dilində. Azərbaycan dilində baxın. Azərbaycan dilində o 140 videosunda demişdim. Qrammatika atacaqsınız qabağa. Bunu yadınızda saxlayın həmişə. Qrammatika həqiqətən də sizi qabağa atacaq bir nüansdır. Əgər belə deyim, 100 nəfərlə yarışırsınızsa, onu 90 ya da 80 zaten qrammatikaya o önəmi vermir. Düşünür ki, mətn çox bal verəcək. Amma gəlir qrammatikada problem yaşayırlar. Və düzdür, mətndə yaxşı yazırlar, amma qrammatikanı yaxşı yazmadıqları üçün balları aşağı düşür. Siz də qrammatikanın üstündə düşün. Demirəm, oturun onun üstündə gecə gündüz, amma qrammatikadan ən azından bil. Yəni sıfır olmayın da, sıfır olmayın ki, yaza biləsiniz. Sıfır olmayanda, ən azından məlumatsız olanda, bir dərsi yaxşı biləndə, bir iki dənə də test işləyəndə zaten buraxılış səviyyəsində qrammatikanı çıxa bilirsiniz. 3-cü səviyyəsində, 3-cü qrup səviyyəsinə baxmamışam mən. Düzdür, bir iki sınaq işləyirdim oradan da. Amma görürəm ki, həqiqətən ağır da olar. Buraxılış səviyyəsində. Düşünün, 20 sınaq toplu işləyin, qrammatikadan başqa bir şeydə işləməyin, ehtiyacı yoxdur. Azərbaycan, yəni mətnlərdən də danışıram. 20 sınaqdan işləyin, bu ilin notekalarına işləyin, keçən ilin notekalarına işləyin, amma lap əvvələ girməyin, çünki onlardakı sual tipləri təmiz fərqlidir. 20-dir, 21-dir, o mətnləri girməyin ümumiyyətlə. Yəni 22-dir, girməyin. 23-dür, 23-də də girə bilərsiniz biraz. 23, 24, 25-ci illərin keçdi, bir də 26-cı il. Bu il 26-dır. İl nə tər keçirir? Bunların mətnlərini işləyin. Başqa mətnləri əl vurmuyor. Yəni keçmişin o dinozavr dövründən qalma mətnləri əlinizə vurmayın, çünki vaxt içi olacaq sizin üçün konkret. Okay? Bu belə. Bir də mətnlərdə bir şey deyirəm ki, izahlı lüğət. İzahlı lüğət, yəni keçən videoda demişdim. İndi də deyirəm, çox önəmlidir. Siz 10 bal qabağa ata bilər, 5 bal qabağa ata bilər. Yəni ən azı 5 bal, çoxu 10 bal, hətta 15 bal belə ola bilər yəni. Onu bilə bilməzsiniz. Onun üçün deyirəm, izahlı lüğəti hər gün 10 söz, 15 söz, 20 söz öyrən. Okay? Onlar dərsliyin arxasından, onlar dimin lüğətindən bilmirəm, amma hardasa öyrən. Okay? Bir də bir şey deyirəm, bu orfoqrafiya, orfepiya lüğətlərinə falan kafa takanlar var. 2-5 bal verir. Yəni oturub sən o gecə gündüz oxuyacaq qədər, yəni işin gücün yoxdursa, otur riyaziyyat oxu ondan sonra. Yəni yox, mən hər şeyim, riyaziyyatım tamdır, ingilis dilim tamdır. Mən oturub bütün orfoqrafiya lüğətini öyrənəcəm deyirsənsə, yəni Allah köməyin olsun. Mən fən verəcəyim tövsiyələr bunlar. Biraz vaxtı idarə etmək söhbətinə gələcəm. Keçən videoda demişdim, amma burada da deyəcəm. Vaxtı idarə etməyi öyrən. Bunu evdə öyrən. Vaxtı idarə etməyi evdə öyrən. Qapını kilitləyin, timerı qoşun və bu müddət ərzində bitirməyə çalışın. Vaxt bitdi, əlini qoy. Всё. Nə yazmısansa odur. İmtahanda da bil ki, sənin əlindən də alacaqlar. Yəni heç kim sənə əlavə vaxt verməyəcək. Bunu bil. Deyəcək zəhmət çəkib yazardın. Onun üçün vaxt idarə etməyi öyrənin, timerı qoşun və özünüzə sərhədləri qoyun. Okay?
Hə yaxşı, sınağa gedib getməmək, güvənli sınağa yaxşıdır, yoxsa OTK-nın sınağı yaxşıdır, nə bilim nə. Mən OTK-nı tərcih edirəm. Baxın, OTK-nın özü dim tipidir deyə yox. Yəni OTK-nın özü dim tipi deyil məncə. Yəni dimini saldığı kimi deyil. Nə blokda, mən buraxılışda. 1-2 sual salırlar düzdür, 1-2 sual istisnalar şəklində. Mən demək istəyirəm odur ki, OTK-nın təşkilatçılığı yaxşıdır. Və hər nə qədər olmaya dibin bir qoludur deyə mən ona etibar eləməyinizi tövsiyə eləyərdim. Yəni güvəndə gedin, istəyirsiniz gedin yəni. Orada mən kiməsə harası gedin demirəm, okey? Amma mən OTK-nı tərcih edirəm. Yəni əgər mənə o sual verirsinizsə, dim yoxsa OTK, mən OTK deyərdim. Okay? Bilin, dim yoxsa OTK yoxsa, güvən yoxsa OTK, mən OTK deyərdim. Yəni dim həmişə olsaydı. O başqa məsələ. Bir də bir şey gəlmək istəyirəm. Disiplinsizlik. Baxın. Səhər duramıram. Oxumuram, ertələyirəm. Bu problemləri necə həll eləyim falan fistan. Bizə bir şey deyirlər ki, yəni çox klişe olacaq, bəlkə bunu çox demişəm. Həmişə deyirlər ki, hadi indi disiplinli ol, 120 gün disiplinli ol, keçəcək. Sonra deyirlər ki, bloka qədər, o 80 gün qalır da blokdan, buraxılışdan bloka qədər. O 80 gün disiplinli ol, keçəcək. Disiplinli ol, keçəcək. Sonra deyirlər universitetdə disiplinli ol, keçəcək. Sonra deyirlər yəni müəllimlər miq verir. Türklərdə KPSS falan var. Nə bilim, mühəndislər tam olaraq bilmirəm nə edir. Yəni müsahibəyə falan gedirlər. Deyirlər onu da ver, keçəcək. Sonra işdə keçəcək. Nə bilim, ev al keçəcək, maşın al keçəcək, böyük keçəcək, öl keçəcək. Onun üçün bir şey yadınıza saxlayın ki, heç nə keçməyəcək. Bu disiplin söhbətindən danışıram. Həyatınızın hər alanında, əgər yaxşı bir şey bacarmağı istəyirsinizsə, yəni qayda deyək, yəni filan kəs, deyək ki, mənim adım Kərimov Seymur Oqtayoğlu'na yox, bu zarafat eləməyəcəm. Deyək ki, mənim adım Cavidandır. Cavidan hədəf qoyub ki, nəyisə bacaracaq. Yəni disiplin söhbətinə gələndə ondan danışırdım. Əgər qayda deyər bir şey bacarmaq istəyirsinizsə, yəni iz qoymaq istəyirsinizsə, ölənə qədər disiplinli olmaq məcburiyyətindəsiniz. Yəni nətər deyim? Ən azından bir şey bacarana qədər disiplin olmaq məcburiyyətindəsiniz, okey? Yəni mən disiplinsiz olacağam, amma yox, mən 270 bal buraxılışdan 270 bal plus fikirləşirəm. Bir-birinə zidd fikirlərdir. Yəni disiplin olmağa məcbursunuz. Mən sizə burada belə deyim də, boş motivasiya vermək istəmirəm. Yəni bəzi reallıqlarda başa düşün. Yəni o boş motivasiya verən çox kanal var, inanın mənə. Yəni gedib bu videodan bu dəqiqə çıxıb gedib onlara da baxa bilərsiniz. Amma mənim tövsiyəm odur ki, sizə biraz reallıqları başa düşün. Reallıqları anlayın. Yəni artıq bir şeydə dəyişməliyik. Yəni bu gənclikdə, bu Azərbaycanın, yəni bu Z kuşağı, bu generasiyada bəzi şeyləri də dəyişdirmək lazımdır. Biraz realistik baxın. Əgər sənin yaxşı hədəfin varsa, yuxarıda hədəfin varsa, disiplinli olmağa məcbursan da. Yəni kimsə səndən yalvarmamalı ki, ay disiplinli ol, ay motivasiyam yoxdur. Eləməməlisən. Sən disiplinli olmağa məcbursan. Səhər durmağa, gözünü alışdıra gedib üzünə su vurmağa, gəlib bura oturmağa, yuxun tökülə bu dərsi oxumağa məcbursan. Okay? Yəni heç kimsə yalvarmamalıdır. Hədəf səndirsə, sən bir şeylər bacarmaq istəyirsən, sən eləməlisən bunu. Yəni mən eləməli deyiləm açığı. Yəni mən öz hədəflərimə görə çalışıram, sən hədəflərinə görə yox. Heç kim də sənin hədəflərinə görə çalışmayacaq, inan mənə. Onun üçün bu disiplin söhbəti bəsit bir söhbətdir. Heç kim böyütməsin bunu. Okay? Hədəfin varsa, hədəfini yetər qədər istəyirsənsə, dur. Əgər durmursansa səhər saat 5-də, yəni ya da planına riayət eləmirsənsə, o dərsi oxumursansa, o sınağı yazmırsansa vaxtında, deməli sən hədəfini yetər qədər istəmirsən. Deməli o hədəf sənin üçün heç nədir. Sən sadəcə hədəfin olsun deyə hədəfin olmağı seçmisən. Okay? Onun üçün bir tövsiyəm də hədəfiniz olsun. Hədəf belirləyin. Hər kəsin hədəfi olmalıdırmı? Yox. Kimsə hedonizmdən yaşayar. Yəni bu dəqiqə bu işdən zövq alım, yox. Mən hədəf falan lazım deyil. O da mən hörmət edirəm. Öz işim. Amma yox, bu videoya baxan bir hədəf varsa, mən falan universitetə girəcəm. Niyə görə girəcəm? Mən maraqlı deyil. Yəni niyə görə ora girməyi, nə qarmağı, həyatda hansı yeri tutmağınızı planlamağınız mən maraqlı deyil. Amma yox, bir hədəfiniz varsa, bu disiplinsizlik olmaq haqqınız yoxdur. Ya belə deyim də, bu şımarmışlıqdır. Bu düzgün bir şey deyil. Okay, bunu bilin. Əgər qarnınız toxdursa, pulunuz varsa, hazırlığa gedirsinizsə, getmirsinizsə fərqi yoxdur. Qarnınız toxdursa, pulunuz varsa, nə bilim, ailəniz yanınızdadırsa, çatınızı belə deyim də, başınıza yağış tökmürsə, küçədə qalmırsınızsa, sizin disiplinsiz olmağa ya da ki, hər hansı bir şey, yəni sizə verilən bir çox şeydən sui-istifadə eləməyə haqqınız yoxdur məncə. Yəni onu tapmayan insanlar var, necə ki sizdən daha uğurlu ola bilərlər. Okay? Onun üçün bunu bilin və disiplinli olmağa çalışın. Bu disiplin. Yaxşı, istəksizlik söhbətinə gələk. Yəni
Düzdür, disiplinliyəm, amma bəzən də insan bulanır. Bəzən də oxumaq istəmir. Yəni həqiqətən də yəni bu çox olur da. Yəni tək burada olmayacaq. Oxumaq, işləmək, istəməmək olar. Çox şey ola bilər. Bu istəksizin nətər olar? Yəni adam bezir. Düzdür. Adam bir müddət sonra bezə bilər. Yəni insanlıq heç birimiz robot deyilik. Bunu sözüm yox, mən harda tapıram? Dərsdən bezmirsən, dərsi bağla. Çox klişe bir tövsiyədir. Dərsi bağla. Bezmirsənsə hazırlığa getmə. Bir məşqədə 2 hazırlıq, 1 hazırlıq burax. Nəsə bəhanə elə xəstələnmişəm, müəllimə deyirəm. Çıx. Nə bilim, şəhərdə qalarsınızsa bilmirəm, yaşıllıq bir əraziyə get. Kənddə qalarsınızsa, rayonda qalarsınızsa yaşıllıq bir əraziyə. Mən meşəyə gedirdim məsələn. Gedirdim orada gəzirdim. Kafamı dinləyirdim. Nə qarmaq istədiyimi təzədən bir gözümün qabağına keçirdirdim. Bir gün, 2 gün, 3 gün, sonra yenidən daha gümrah şəkildə qayıdırdım. Okay? Əgər şəhərdə qalarsınızsa, nə bilim, çıxın, piyada gəzin, parka gedin, bilmirəm, nə qarşınızsa eləyin. Amma o təmiz havaya təmas eləyin. Nəfəs alın və heç birinizə danışmayın. Yəni kimdən sizə motivasiya edə verməyində çalışmayın. Özünüzdə biraz da, yəni bəzi şeylər burada həll etməyə çalışın. Çünki məncə həyatın çox hissəsində yalnızlıq və yalnızlıq paylaşılmaz. Bunu da bilin. Onun üçün bəzi problemləri də öz-özünüzə aşmağı bacarın. Okay? İstəksizlik, yəni çox eniş çıxış olacaq həyatınızda belə. O hamısını idarə etməyi bacarın. Yəni kimsə sizə həmişə oradan əldən tutub o quyudan çıxarmaq məcburiyyətində deyil. Özünüzü sıxmağı bacarın biraz da istəksizlik. Və biraz da istiqrar haqqında danışsam, davamlılıq haqqında danışsam. Yəni elələri var ki, bir həftə oxuyur, 3 gün oxumurlar. Ya da ki, bir həftə oxuyub, bir həftə oxumurlar. 3 gün oxuyub, bir həftə oxumurlar. Yaxşı, yəni oxumaqlarını takdir eləyirəm. Heç oxumayanlar da var. Amma istiqrar, əgər belə deyim də, davamlılıq. Yəni bir uğur istəyirsə bu imtahanda davamlılıq olmalıdır. Bir gün, 2 gün ara vermədən danışmıram. Amma ya bir həftə, 2 həftə ara verməyin bu dərs oxumağa. Əgər yəni həqiqətən mən inanın mən davamlılıq olduğu müddətcə uğur qaçınılmazdı bu imtahanda. Davamlılıq varsa uğur olacaq. Yəni 115 gün davamlı bir şey eləmək o qədərmi çətin? Yəni o qədər bir iradəsizsiniz. Yəni bacarmağa çalışın bunu. Özünüzə şərt qoyun. Nə bilim. Məsələn, mən Attack on Titan deyə bir anime var. Baxanlarınız varmı bilmirəm. Orada baş karakter Eren'dir və Eren'in fəlsəfəsi Tatakai'dir. Tatakai for freedom. Azadlıq üçün savaş. Və mən də bir yerdə də bu imtahanı verməyi, bir yerə çıxmağı, universitetə getməyi özüm üçün azadlıq kimi gördüm. Nə tər azadlıq? Yəni ailədən ayrılmaq kimi yox. Düşüncə azadlığı. Yəni bir ortamdan başqa ortama keçib orada düşüncəmi daha azad qılmaq istəyirdim, okay? Onun üçün mən əlimə həmişə Tatakaya yazardım. Tatakai, yəni savaş. Bunlar üçün savaş. Yəni okay? Yəni qazanmağın tək yolu savaşmaqdır. Bunu bilin. Yəni sizi də ilhamlandıran elə bir şeylər varsa, bunu əlinizə yaza bilərsiniz Ruska ilə ki, hər görəndə o masadan durmamağa çalışasınız. Okay? Budur. Bilin. Mən deyəcəklərim bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Bu qədər. Kanala da abunə olmağı unutmayın. Playlistinə davamı gələcək riyaziyyat playlistinə. Yəni əmin ola bilərsiniz. Sadəcə biraz problemlər olduğu üçün davam etdirmirdim. Amma eləyəcəm. Kanalı izləmədə qalın. Bu qədər. Təşəkkürlər. Like atmağı unutmayın. Şərh yazın bu arada. Suallarınızı gözləyəcəm. Videonu editləyəndə gördüm ki, bir iki nüansı deməmişəm. Əgər hər hansı bir sualınız varsa, şərhlərdə bunu yazın və mən bir sual-cavab videosu çəkə bilərəm bu haqqda. Bu suallar istənilən mövzu ola bilər. Dini imtahan haqqında olar, dini imtahan haqqında olmaz. Universitet haqqında olar, həyat haqqında olar. Öz fikirlərimi qataraq təbii ki, cavablandıra bilərəm. Yəni suallarınızı gözləyəcəm. Okay? Bu ayrı bir sual-cavab videosu çəkərəm yəqin ki. Okay? Bu qədər. Təşəkkürlər.